Salam əziz şagirdlər, bugünkü dərsimiz 3-cü sinif yuvarlaqlaşdırmadır. Ən yaxın onluğa və ən yaxın yüzlüyə yuvarlaqlaşdırmanı sizə izah etməyə çalışacağam. Burada qayda yazmışam. Yəni biz bu qaydaları bilsək, yuvarlaşdırma bizim üçün daha asan olar. Təklici 0, 1, 2, 3, 4 olarsa, onluq olduğu kimi qalır. Təkliyi 5, 6, 7, 8, 9 olarsa, onluğu bir vahid artırırıq. Bir də yadımızda saxlayırıq. Əgər bizdən deyirsə ən yaxın onluğa yuvarlaqlaşdır, biz onda onluğu taparkən təkliyə baxırıq. Təkliyə uyğun biz nə edirik? Onluğu tapırıq. Yəni mən burada yazmışam 145. Burada yazmışam 145. Biz nə deyirik? Onluğu taparkən təkliyə baxırıq. Baxırıq təkliyimiz 5-dir. Qaydada da dediyimiz kimi sonu 5, 6, 7, 8, 9 olarsa onluğu bir vahid artırırıq. Bir də bir şey yadımızda saxlayırıq ki, yuvarlaqlaşdırma o deməkdir ki, yəni sonu sıfıra tamamlayırıq. Yəni son 0 olur. Yəni onluğa aid da, yəni onluğun qaydasında deyirəm. Yəni 5-i biz elə bir 0 yazdıq. Təkliyə də baxıb onluğu qərar verdiyimiz üçün nə edirik? 5-dirsə onluğu bir vahid artırırıq. Bu qayda ilə yazırıq. Yenə 239-da yenə bizdən onluğun tapılmasını istəyirsə, təkliyə biz 0-ın yazırıq. Və təkliyə baxaraq onluğa qərar veririk. Baxırıq ki, 9-dur, onda nə edirik? Bir vahid artırırıq. Yazırıq 4. Yəni 239 240-a yuvarlaqlaşdı. Yenə 0-ımızı yazırıq. 6-ya baxırıq, 5-ə 6-dır. Biz dediyimiz kimi, əgər 5, 6, 7, 8, 9 olarsa bir vahid artırırıq. Və 5-i biz 6 edirik. Yəni onluğu bir vahid artırdıq. Yəni 556 oldu 560. Yenə sonuna baxırıq, onluğu qərar veririk. Sonuna baxırıq ki 8-dir, ona görə də onluğun nə edirik? Bir vahid artırırıq. 728 730-a olur. Sonra 661-i yuvarlaqlaşdırırıq. 661 sonuna baxırıq ki 1-dir. Biz onluğu yuvarlaqlaşdırırıq. Sadəcə onluğu yuvarlaqlaşdırarkən təkliyə baxıb qərar veririk. Təklik 1 olduğu üçün biz nə edirik? 660. Sonra yenə 783-ü yuvarlaqlaşdırırıq. 783-ü yuvarlaşdırarkən nə edirik? Baxırıq ki, elə 3-dür deyə 8 onluğu olduğu kimi, yəni 8 olduğu kimi yerində qalır. Olur 780. Sonra 990. Sonu 0-dır. Onluğu yuvarlaqlaşdırırıq. Sadəcə sonuna baxırıq. Dediyim kimi sonuna baxıb qərar veririk. Sonu 0, 1, 2, 3, 4 olanda nə olurdu? Onluq olduğu kimi yerində qalırdı. Elə 990-ı yuvarlaqlaşdırıb 990 edirik. Sonra axırıncı onluğun yuvarlaqlaşdırılması 634-ü yuvarlaqlaşdırarkən baxırıq yenə onluğu taparkən təkliyə baxır. Təkliyimiz 4-dür. Onun üçün 630. Sonra keçirik ən yaxın 100. Biz burada ən yaxın yüzlüyə yuvarlaqlaşdırarkən burada bir kiçik bir qayda yazmışam. Yüzlüyü taparkən onluğa baxırıq. Necə ki təkliyi taparkən onluğu taparkən təkliyə baxırdıq. Burada isə yüzlüyü taparkən onluğa baxıb qərar veririk. Yəni burada 292 biz burada yüzlüyü yuvarlaqlaşdırırıq. Burada biz nə etməliyik? Dedik ki, yüzlüyü taparkən onluğa baxırıq. Onluq da necə? Yəni yüzlüklə onluğun yuvarlaqlaşdırması bu qayda eynidir. Yəni təkliyi 0, 1, 2, 3, 4 olarsa nə edirdik? Yüzlük olduğu kimi qalır.
Əgər təkliyi 5, 6, 7, 8, 9 olarsa, yüzlük bir vahid artırılır. Yəni indi biz burada 292-ni yuvarlaşdırıb onluğa baxırıq ki, onluq 9-dur. Baxın. Yəni 290-ı yuvarlaqlaşdırdıq, 300 etdik. Sonra yenə onluğa baxıb yüzlüyü yuvarlaqlaşdırırıq. Baxırıq ki, yüzlüyümüz 383-dür. 383-ün onluğu 8 olduğuna görə biz nə edirik? 400. Aha. Sonra 676. Yenə yüzlüyü yuvarlaqlaşdırarkən onluğa baxırıq. Onluq 7 olduğuna görə biz bunu 700-ə yuvarlaqlaşdırırıq. 534. Burada yuvarlaşdığımız 500 yəni yüzlükdür. Onluğuna baxırıq ki, onluq 3-dür. 534 yuvarlaqlaşdırırıq. 500 edirik. Sonra 949. 949-u yuvarlaqlaşdırırıq. Yenə yüzlüyün yuvarlaqlaşdırmaq üçün onluğuna baxırıq. Ən son 806. 806-da baxırıq ki, onluğu 0-dır. Ona görə də nə edirik? 800. Əziz şagirdlər, bir də yadımızda saxlayırıq. Onluğa yuvarlaşdırarkən bu tipdə, bu cür, yəni qarşımıza yuvarlaşdırma çıxarkən biraz diqqətli oluruq. Baxırıq, onluğa yuvarlaşdırarkən biz təkliyə baxırıq. Birinci təkliyin yerinə 0 yazırıq. Və baxırıq ki, 5 olduğuna görə biz onluğu bir vahid artırmalıyıq. Biz 9-u bir vahid artıranda bu edir 10. Onun 0-ını yazırıq, 1 qalır. Biri bəs biz nə edirik? Yüzlüyün üzərinə gəlirik. Yəni 5-in üstünə 1 gəlirik, yazırıq 6. Yəni 595-i 600-ə yuvarlaşdırırıq. Yəni onluğa yuvarlaşdırarkən 600 edir. Bir də yüzlüyə yuvarlaşdırarkən diqqətli oluruq. Biz yüzlüyə yuvarlaşdırırıq. Nə edirik? Onluqla təkliyə sıfırlarını yazırıq və təkliyə baxaraq, üzr istəyirəm, onluğa baxaraq yüzlüyə qərar veririk ki, artırırıq, yoxsa olduğu kimi qalır. Baxırıq ki, onluq 9-dur. Nə etməliyik? Bir vahid artırmalıyıq. Və 9-u bir vahid artıranda nə olur? 10. Yəni 1000 edir. 995-i yüzlüyə yuvarlaşdırarkən 1000 edir.